İntensiv yağışlar Cəlilabadda bir sıra fəsadlar törədib. Rayon mərkəzindən keçən Mişar çayı üzərindəki su tutarda suyun səviyyəsi maksimum həddə çatıb. Ərazidəki bəndin partlama təhlükəsi yarandığı üçün texnika vasitəsilə qabaqlayıcı tədbirlər görülməyə başlanıb. Sözü gedən bəndin partlaması ilə rayonun düzən ərazilərində yerləşən kəndlərin suyun altında qalması təhlükəsi yaranıb. Suyun axınını təmin edən alternativ kanal körpünün qarşısında qazıldığı üçün Petrovka adlanan iri yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib. Qazıb satsaydılar burada körpü, əlavə davaflı eləsəydilər, bura belə olmazdı. Ya oradan bir də turba keçirsinlər, keçirmirlər. O da mənim səhər oğlum məktəbə nətər geçsin, mənim də imkanım yoxdur, aparam o böyük körpü ilə. Oturub evdə eşiylə. Bax, yayda yatırlar, qışda da yatlarına düşür ki, qasıdlar, yolu bağlasınlar. Uşağım evdədir, məktəbə gedə bilmir. Mən bilmirəm uşaqları hardan yola salım. Mənim taksi pulum da yoxdur ki, 100 manat taksi pulu verim, taksi ilə yola salım. Yox, körpünü sel dağıtdı, məktəbə gediş yad yolu bağlanıb, hardan gedə bilmir. Heç saatlı kütüyə buraxmalıdır. Bir uşaq çıxadaq kütüyə, yoxsa uşaqda yıxılacaq, yol uçub, körpü uçub, hardan gedə biz məktəbə? Mişar çayın məcrasından çıxması səbəbindən bir sıra iaşə obyektləri suyun altında qalıb. Hazırda rayonun müvafiq qurumları tərəfindən selin qarşısının alınması üçün texnikaların köməyi ilə qabaqlayıcı tədbirlər görülür.